İnsan var ya, bir də görsən deyir ki, sən mənə heç nə eləməmisən. Ata-ananın üzünə Bəli, ağ olur. bəli. Yəni eləməmisən də və yaxud da varın olub, eləməmisən, dağıtmısan, bu gün mən deyək ki, kimisə qabağında işləyirəm. Bu cümlə nədir? Bu valideynə deyiləcək söz deyil. Valideyn sənin vasitəçindir. Səni dünyaya gətirib, bacardığın qədər, mən anamla bir evdə yaşayıram. Maksimumun üstünə qoya, başına tac elə. Sən ona daha çox yaxşı. Adam var deyir, mən atamı bağışlamaram. Və bizi nə qədər bağışlayır Allah. Biz hər addımımızda səhvik, hər addımımızda günahıq. Göy biz elə doğru yaşayırıq, özümüz bilmədən qəlb qırırıq. Eynən. Və bizi necə bağışlayır qurban olduğum Allah. Valideyndir də, o beyni şuuru o qədər inkişaf eləyib. 1000 qazanıb küçəyə verib, 100-ü gətirib evə verib. Elə düşünüb. Amma illər keçir, o valideyn peşman olur. Sən onun başına vura bilmərsən. Sən filankəs oldun, mənə heç nə eləmədin. Mən indi bugün əziyyət çəkirəm. Çək də əziyyət. Əziyyət çəkmək üçün yaranıb da insan. İnsan keyfə baxmaq üçün yaranmayıb ki.